limfatik rutinlə başlayacağım. Hansı ki 18 dəqiqəlik bir videodur və vakum eləyəcəm. Təbii ki, bunları indi çəkə bilməyəcəyim üçün ona görə sizə göstərirəm ki, necə edəcəm. Bura mənim o köşəmdir ki, ilk bunları edirəm. Çünki hoppanmalı, zıplamalı bir şeylər olduğuna görə belə. 20 seconds is too long for you, that's fine. Just try your best and you'll reap all. Güzgü və masaj. Bunlar ikisi də ayrı-ayrı çalışmalardır. Özünlə təmas et kitabımdakı tapşırıqları edirəm. Əslində o kitabı həmçinin də özüm üçün də yazmışam. Niyə? Çünki bütün bildiyim şeyləri oraya yerləşdirib özümə təmas etməyin yolunu tapıram. Baxın, güzgümə yapışdırmışam ki, özümü görüm hər zaman içimdəki uşaq və yanındakı o cırığı da Lauranın əsəridir. İstifadə etdiyim üçlü, biri birinci vururam, sonra ikinci, sonra da üçüncü. Belə. Deməli, üzümə masaj edərkən, baxın, bunu istifadə edəm, düzdür, bunu təzə almışam hələ. Və bu. Çünki bu masaj edərkən çox qəşəng işə yarayır. Sevirəm üzümə masaj etməyi, daha çox ödəmlərimi və s. aparır üzümdə və məncə cəhətləri falan da ortaya çıxardır. Düzgün yansıması düşür. Alnımın ortasında gördüğünüz üzere arkadaşlar bir arkadaşımız gəlib. Yaxın bir müddətdə yola salmağı düşünürük. Neyse. Mən günümün ilk rutinlərimi elədim ki, bundan öncə görəcəksiniz. İlk hamısını arxa-arxaya paylaşacağım. Saat bizdə hardasa 8-ə qalıb. 5 dəqiqə falan qalıb, yəni o qədər qısa qalıb. Mən də evdən çıxacağım, Herbalife-a gedəcəm. Onsuz da mən bunu car çəkərək də paylaşmamışam, amma ilk gün başlayanda paylaşmışdım ki, belə bir şeye başlayıram. Hətta Üvviyə Hangili, Herbalife və s. taq eləmişdim. Hər səhər tezdən oraya gedirəm deyə mən kakras səhər yürüyüşümü də etmiş oluram. Okay. Hər səhər tezdən onsuz da Herbalife-a gedirəm deyə kakras səhər yürüyüşümdə eləmiş oluram və bu ay qərar verdim ki, mən hər ay ümumiyyətlə fərqli rutinlər edirəm. Çox sevirəm bunu. Dəyişirəm, yəni uzun aylarca eyni rutinlə davam edə bilmərəm. Ancaq içindən 4-5 dənəsi ilə mən hər ay edirəm. Tutaq ki, yoqada amma onu belə dəyişirəm, fərqli video. On faktdır ki, rutinlərimin içinə yeni şeylər əlavə edirəm, sıralamanı dəyişirəm. Ki mənə maraqlı olsun. Okay. Hə, mən oraya gedirəm və istəyirəm ki, proses tamamlananda onsuz da onun haqqında danışacağım sizə. Hələ ki, bir ay yoxlamaq istəyirəm. Bir aydan sonra baxacağım ki, davam edirəm yoxsa yox deyə. Amma məmnunam, yəni ümumiyyətlə mənə çox qəşəng sağlam alışqanlıqlar qazandırıb və bu mənə yaxşı gəlir. Sadəcə uzun müddət davam edib etmək istəmədiyimə əmin deyiləm. Ona görə yox ki, nəticə almıram. Çünki oradakı insanlar falan görürəm də. 14 kilo verən var və s. var. Təbii ki, aylarca davam edirlər onlar ona görə. İndi görəcəm mən də istəyirəmmi, istəmirəmmi deyə. Gün yaxınlaşdıqca daha qərar verəcəyimi düşünürəm onsuz da. Belə. Nəysə və bu aya girəndən qərar verdim ki, mən keçən ayın sonlarına yaxın başladım yürüyüş etməyə. 10 minini tamamlamaya çalışırdım. Təbii ki, hər gün 10 mini falan mən tamamlaya bilmədim. Bu ay isə qərar verdim ki, mən idmanlarımı çoxaltdım. Yəni yoga çalışmalarımı 2-yə götürdüm. Bir dənə idman əlavə elədim, içinə vakum çalışması əlavə elədim və s. belə şeylər etməyə başladım.
Ona görə də mən dedim ki, yəni gedib 10.000 yürüyüşü tamamlamaya çalışmaqdansa, hansı ki bir dəfə bir dialektoloqla işləyirdim mən. Onu dediyi kimi, yəni sadəcə 40 dəqiqə gedib gəzib gəlirəm eyni tempdə. Ona görə də bu da belə olacaq. Yəni ora gedib qayıtmağım deyil, təxmini 30 dəqiqə tutacaq. Biraz 15 dəqiqə də gəzərəm. Bir neçə yerə baxıb. Elə də qayıdaram evə, digər rutinlərimi eləyərəm. Ümumiyyətlə bu gün mənim nisbətən daha rahat günümdür. Siz elə bilməyin ki, mən hər gün belə super hər şeyi əla vaxtında edirəm. Təbii ki, çalışıram ki, edim. Səhər tezdən durmaq vəbşə mənə kömək edir buna görə. Amma hər zaman belə olmaya bilir. Ona görə də belə olmayanda başlayıram günümün öncəliklərini təyin etməyə. Normalda necə vururlar bunu bilmirəm, amma mən kafama görə vururam. Belə vurmaq mənə daha yaxşı gəlirdi. 40 dəqiqə gəzəcəm və mən nə dediyimi unuttum şu anda dostlar. Edəcəm. Normalda deyirdim ki, elə bilməyin ki, hər rutin nimi mən super əla həll edirəm. Bəzən elə günlər olur ki, ola bilmir. Bəzən sadəcə öncəliklərimi eləməli oluram. Çünki yoga falan var ki, mən onları hər gün eləməliyəm ki, mən onları nəticə görə bilim. Onları eləyirəm mütləq. Amma yəni maşallah mənim də to-do listim bol olduğuna görə, yəni səhər tezdən durmam vacib olur. Hətta bununla paralel bir dənə də videoya başladım. Hansı ki, axşam yatmağıma 2 saat falan qalmış. Mən telefonu, sosial mediyanı və s. girməyə dayandırıram. Çünki normalda ən çox sosial mediaya girdiyim vaxt gecə olur və gecədə gec yatırdım. Dünən ümumiyyətcə mənim denəmə sürümüm kimi bir şeydir. Dünən yoxladım ki, okey, baxaq görə dekabr rutinlərimə, bir dənə baxaq görə necə eləyirəm, nələr çatdıra bilirəm, nələri yox, nələri gecə eləyirəm, nələr səhər. Mən dünən yogama başladım və digər şeyləri də eləməyə başlayarkən gördüm ki, sıralamada bir şeylik var. Bu qədərini qaldıra bilirəm, bu qədərini yox. Ona görə də özümə bir trial kimi edib düzənlədim rutinlərimi və bugün daha sərbəst və daha yaxşıyam. Dünən misal üçün 3 dənə seansım arxa-arxaya idi. Rutinlərimi yoxlamaya çalışdım. Gördüm ki, bir aksaqlıq var da. Bundan daha çox seansım olan gün və s. olsa necə eləyəcəm də. Ona görə də paralel olaraq belə bir video başladım ki, gecə mən normal yuxumu yatdım, normal şəkildə yatdım, sağlamlığıma önəm verim. Bu ayın noyabrın ayında ümumiyyətcə sağlamlığıma çox önəm verməyə başladım ortasından sonra. Mən mental sağlamlığıma, ruhsal sağlamlığıma önəm verirdim, amma fiziki olaraqdan yalan deyə bilmərəm də, superəm, ələyəm deyə bilməzdim. Qidalanmam və s. belə arada bir gedirdim də. Ona görə daha çox önəm verməyə başladım. İndi də ben bitir deyə videom belə yarımçıq qaldı. Mən onsuz da rutinlərimə belə bir şey ala bilməmişim. Qalerimi təmizləyəcəm. Normalda mən qalerimi çox doldurmuram. Yəni sevgilim burada olsaydı o da bilərdi. O deyər daha doğrusu hər zaman, yəni mən qalerimi doldurmaya icazə vermirəm. 1000-ə qədər çatıb şu, amma elə düşünün ki, mən hardasa bu 2 ay ərzində 2000-ə falan doldurdum, hətta silmədim. Dünən götürdüm birdən-birə screenshotlarda 900 dənə şəkli var idi. Getdim hamısını sildim. Birinci screenshotlardan başladım təmizləməyə. Yavaş-yavaş da belə təmizləyəcəm rutinini. Bir günə salıb özümü naqruskaya salmaq istəmirəm. Belə, indi sizi gün boyunca sizə aparacağım. İndi tələsirəm ki, evdən çıxım. İstəyirəm saat 8-də və s. Heç olmazsa 9-da işləmiş çıxmış olum, əynimi geyinim. Səhər yürüyüşümü eləyim, bəzi rutinlərimi eləyim və mən bütün rutinlərim eyni cür davam eləmir, günlərim eyni cür davam eləmir. Bəzən tələsirəm, bəzən yox. Nəzərə alın ki, mən tək yaşayıram, başqa bir məsuliyyətim, evli deyiləm, uşağım yoxdur, 9-dan 6 işləmirəm, öz sərbəst qrafikimdə işləyirəm deyə. Mənim üçün daha rahatdır özümə qoyduğum rutinləri etmək. Kimisi 3 dənə qoyar, kimisi 5 dənə, kimisi 15 dənə. Hamı öz sürətinə görə irəliləsin, heç kimlə özünü müqayisə eləməsin. Mən sadəcə öz rutinlərimi bölüşürəm. Bəzi kombinlər var dostlar, hansı ki siz onu kurtarıcı kombin kimi elan edib, yəni nə düşünmək lazım deyilsə, nə eləmək lazım deyilsə və baxın bu, yəni mənim üstümdə ən çox bunu görmüş ola bilərsiniz. Bu çünki həm sportimlidir, yəni həm rahatlıqla istənilən yerə geyinə bilirəm, həm də yəni tez bazar harası getmək istəyirəmsə bu. Arkadaşlar, bədən spreyi ilə, bufu ilə çimən o qız mənəm. Deməli, əslində bu vlog çəkmək işində Saydadan ilhamlanmışam. Hətta bir müddətdir ki, ilhamlanmışam. Onun vloglarına və s. baxıram, xoşuma gəlir. Ona buradan öpücüklərimi göndərirəm. Həm İspan dil müəllimimdir, həm keçmiş danışanım olub, həm də çox qəşəng belə, çox qəşəng bir xanımdır. Ona ilhamlanmışam, çünki içindəki yeniyetmə hatırlatdı ki, mənə sən də bunu istəyirsən, vlog çəkməyi sən də istəyirdin yadında və bu telefonunda ilk başda alanda bunun üçün almışdın, yadındadır. Çox qəribə və başladım və ona buradan təşəkkür edirəm ilham olduğu üçün. Laura.
tamamladım. Rovno belə 15-16 dəqiqədir yürüyüşüm və geri qalan qaydanda da elə olacaq. Biraz 15 dəqiqə uzatmağı planlaşdırıram ki, 40 dəqiqəmə tamamlansın və sonra gedib günün ilk seansını eləyəcəm. Dekabr ayında belə qərar verdik ki, rəfiqəmlə bir-birimizə seans edəcəyik. Hər birinci gün mənə ediləcək, yəni bu gün məndən başlayınlar və hər dördüncü gündə ona edəcəyik. Belə, görək necə olur. Buradan çıxdım, indi yenə yürüyüşümün geri qalanını edərək evə gedəcəm. Bayaq sizə bildirdiyim saat 10-da olan rəfiqəm mənə seans edəcək, hansı ki o da spiritualistdir. Mən ümumiyyətlə deyim ki, birincisi gündəlik mütəmadi öz üzərimdə işləyirəm, yəni özümə spiritual çalışmalar edirəm hər gün, qazma və s. kimi. Birinci gün rəfiqəm edəcək, yəni birinci gündən artıq rəfiqəm edəcək, dekabr ayının planını deyirəm sizə və hər həftə dördüncü gündə psixoloqla seansım var, yəni bu şəkildə irəliləyirəm. Mən evə gəldim, əynimi dəyişəcəm ki, seansa hazırım, saat 10-da seansa girəcəm. Yürüyüşümü tamamladım bu arada. Bu məndən daha yaxşı gələcək. Təbii ki, elə vaxtlar olacaq ki, bəlkə mən 40 dəqiqədə gəzmiş olacağam, sonrasında yenə gəzmək istəyəcəm, bu heç. Amma özümə limit olaraq qoydum, yəni bir git tamamla 10 minə etmək istəmədiyim üçün gündəlik 40 dəqiqə mənim üçün okeydir. Yavaş-yavaş şəfqətlə özümə irəliləməyi daha çox üstün tutmaq istəyirəm bu ay. Bakalım necə olacaq, sizə deyəcəm prosesləri. Deməli, hələ seansın falan olacaq deyə belə bir şey geyindim. Seansıma yaxınlaşarkən daha belə ciddi bir şey giyinəcəm. Amma hələ ki belə. Mən niyə belə əsə çəkirəm? Gedim bir dənə tripodu götürüm. Bunu sizinlə paylaşacağım. Bugün çalışacağım ki, bu videoda içimdəki yeni etməklə işlədiyim 3-cü ayını tamamladım. Bu ay, yəni noyabr ayı, 11-ci ay mənim üçün çox mənəvi bir dönəm idi və yaşadığım bütün dəyişimlər bu dəfə sırf mənəvi irəliləməyə başladı. Mənəvi oldu daha doğrusu. İndi bunu hazırlayarkən sizə deyəcəm. Mən indi bir dənə su hazırlayacağım gündəlik özüm içə bilim deyə, detoks fason. Limfa sistemi, mən ümumiyyətcə uşaqlıqda saat 15 yaşımda hardasa, mən limfalarımla bağlı əməliyyat olmuşam. Və limfalarımla bağlı əməliyyat olduğuma görə də görürəm ki, mən yer-yer limfalar sisteminlə bağlı problem yaşayıram. Bilirsiniz necə ödəm saxlamaq və s. kimi. Bu deməkdir ki, limfa sistemi yaxşı işləmir məyərsə. Və mən bugün bu ayıma həmçinin də əlavə elədim ki, mən spesifik mövzuları əlavə eləmişəm ki, işləyəcəm deyə. 3-cü arkadan işləyəcəm misal üçün, ödəmlə bağlı, amma həmçinin limfa sistemlə bağlı işləyəcəm. Sezgisel anatomiyada biz bunu öyrənmişdik. Baxın, bunu edəcəm. Baxaq görək necə olur. Çünki istəyirəm ki, sağlamlıq cəhətdən özümə daha da diqqət yetirim. Çox vacibdir. Yəni, vaxtı mini bir əməliyyat olsa da keçirmişəm deyə. O deməkdir ki, həssasam da bunu üstə. Ona görə diqqət yetirməliyəm belə. Başa düşdünüz? Belə. Nə qədər çox belə dedim. İndi rəfiqəmlə seansa girənə qədər mən bu suyu hazırlayayım. İstəyirəm ki, gedib özümə satqu terapiyası eləyəcəm. Dekabr ayında əlavə etdiyim budur. Yadınızdadırsa mən əvvələ, ümumiyyətlə mənə çoxdan da ki, izləyənlər biləcək onsuz da. Mən əvvəllər satqunu çox edirdim. Hər gün edirdim, hətta o qədər edirdim ki, artıq vərdiş eləmişdim yarım saat falan durmağa. Amma bir neçə aydır ki, bunu buraxdım yenidən. Yəni, mən rutinlərimi dəyişirəm axı, daima eyni şeylə irəliyə bilmirəm. Özümə ara verirəm, bu mənə yaxşı gəlir, yenidən qaydanı daha yaxşı hiss edirəm. İndi dedim ki, dekabr ayında da mən başlayacağım satqu etməyə. Belə, içindəki yeni etmə haqqında danışırdım ki, bu video ərzində də bu bizim içindəki yeni etməklə işləyərkən 3-cü ay necə oldu, bunu danışacağım. Öncəliklə birincisi, ən başlıca nəticəm odur ki, mən uşaqlıqda belə vloglara və s. baxmağı çox sevirdim. Hətta daima da ətrafından eşitirəm ki, sən belə evin var, niyə çəkmirsən? Halbuki əvvəlki Helen həyalıdır falan, bacım falan mənə çox deyirdi də. Deyir ki, sən həyalın idi belə vloglar çəkmək ki, sənin öz evin olsun, orada olasan, orada nə bilim rutinləri çəkəsən. Yəni vaxtı evdə qohum evində yaşayarkən də çəkirdim, YouTube'da paylaşırdım, xoşuma gəlirdi bu. Amma dedi ki, niyə indi eləmirsən? Mən də, yəni bu sual mənə çox düşündürmüşdü. Baxmayaraq ki, yəni doğrudan da uşaqlığımda bunu xəyal edirdim. Bu telefonu alarkən belə, yəni ilk başlarda əvvəl. Ona görə almışdım ki, mən vaxtı vlog çıxacağım. Yəni özümün gündəlik həyatımı çəkəcəm və edəcəm. Lavruşdu şoşa. Belə.
Və ən birinci nəticəm budur ki, mən içimdəki yeniyetməklə 3-cü ayımı işləyirəm və onun xəyalını, arzusunu yəni reallaşdırmış oldum və ilk vloqumu çəkirəm sizə ki, mən gündəlik rutinim necədir deyə. Ümumiyyətlə günə səhər tezdən tez başlayanda mən rutinlərimin demək olar ki, bir çoxunu sığışdırıram və edə bilirəm. Buna çox sevinirəm. Elə günlər olur ki, yoruluram, elə günlər olur ki, seansım və s. daha çox olur. Bilirsiniz ki, mən sadəcə fərdi seans keçmirəm də. Mən yeri gəlir təlim hazırlaşıram, təlim çəkirəm, marafon eləyirəm ki, 6 dekabr marafonum olacaq. Yəni toplu seanslarım olur, marafon olur, təlim olur. Tək ki, həmişə bolluq, bərəkətli olsun. Amma yəni bilin ki, sadəcə fərdi seanslarına qısıtlanmıram da. Elə olur ki, yəni plansız bəzi məsələlər baş verə bilir. Ona görə də biraz əsnek davranmalıyıq da rutinimizdə. Sadəcə istəyirdim ki, Merkür retrosu da qurtardı. Baxın, hər şey spirituallığa yozan o qism mənəm. Merkür retrosu da bitəndən sonra dedim ki, niyə də başlamayım? Ən birinci nəticəm budur ki, içimdəki yeniyetməklə mən xəyalımda doğrudan da mənə xoş gələn, mənə yaxşı gələn, hər hansı bir, yəni İndi axı mən təzə başlamışam hələ sizlər üçün video çəkməyə. Kanalda görəcəksiniz ki, mən əslində bilgi dolu videolar çəkirdim, amma belə video çəkməmişəm. Özümü yansıdacağım, özümü görəcəyiniz və s. paylaşmamışam, elə deyilmi? Bu mənim ilk nəticəmdir ki, Merkür retrosu bitdi, dekabrın 1-i mən başladım özüm üçün qəşəng bir şey etməyə və bu məni çox sevindirir. Birinci nəticəm budur və bu ay ərzində təsəvvür edə bilmərsiniz ki, mənim sevgilim əsgərliyə gedib və çox mənim üçün əslində ağır period idi. Nə qədər göstərməsəm də, sadəcə mən istər-istəməz spirituallığı bildiyim üçün, dəstək də aldığım üçün, öz üzərimdə hər gün işlədiyim üçün, əlimdən gələn elədiyimə görə mənim üçün fərqində olaraqdan irəliləyirəm bu prosesi. Bu yaxşı bir şeydir əslində. Və bu bir ay ərzində mən spesifik bir kimliyimi, yəni Heleni buraxmaq üzərində işləyirdim. Bilirsiniz, digər bir mənəvi cəhətdən əslində böyüdüyümü hiss etdiyim məsələ də buydu. Çox qəribədir ki, insan yəni onu öldürəcək şeylər olduğunu düşünür ha. Və vaxt gəlir ki, sən görürsən ki, əslində sənə öldürəcəyini zənn etdiyin şey və yaxud da sənə doğrudan da bəlkə bunu eləyə bilmərsən deyə zənn etdiyin şey həyat göstərir ki, yox, sən bunu da atıldarsan və sən əsas məsələ sənin öz arxanda dayanmağındır və özünün yanında olmağındır və özünlə olan o parçanla bəlkə də vidalaşmalı, sağollaşmalı və onun yasını tutmağı öyrənməlisən. Noyabr ayı əslində mənim üçün ikinci olaraq da belə bir proses oldu ki, mən bu tərəfimi yasını tutub, onu buraxmağa bacarıb, mənəvi daxili dünyama daha çox önəm verdiyim bir dönəm oldu. Üçüncü qısımda sağlamlığıma daha çox önəm verməyə başladım ki, bunun üçün dəstək almağa başladım. Herbalife-ə də müraciət etdim ki, həm mən bu piydən kilo vermək istəyirəm, çünki mən doğrudan da 10 kilo mən piydən vermişəm və inanın ki, qayıtmayıb. İşlədiyim hanımlar da belə çox əla olublar. Sadəcə bu məsələ odur ki, mən daima dəyişirəm, çünki ya da bir müddət ara verirəm. Çünki çox mənim üçün stik olmaq bir insana ya da bir yerə mənə uyğun deyil. Ona görə də bir şeyə stik olub, yəni amma fərqli şeylər yoxlamaq mənə daha uyğun gəlir. Piydən verdiyim üçün Allaha şükürlər olsun ki, mən heç onu geri almadım. Davam etdim və indi də istəyirəm ki, piydən verim. Son bu 3 il ərzində 20 kilo almışam da. 10 kilosunu tamamilə piydən verdiyim üçün şükürlər olsun geri almadım və indi geri qalan 10 kilosunu verib 58-ə düşmək istəyirəm. Sağlam bir formada, sağlam bir şəkildə özümə zaman verərəkdən, özümü tələsdirmədən. Çünki bilirəm ki, mən bəzən özümdən çox şey gözləyirəm. Amma bu dəfə belə olmayacaq. Hər dəfə özümə hatırladacağam bunu. Əslində bu çəkdiyim videolarda təsadüf deyil ki, əslində başqasına görə deyil. Ən birincisi özümə görədir, amma sonra da sizlər üçündür ki, biz bu community olaraq, yəni icma olaraq əslində ilham alasınız bir şeylərdən. Kim ki özünü dönüşdürmək istəyir, bir şeylər eləmək istəyir, məncə ilham olacaq bu sizə. Bunun üçün də çox xoşbəxtəm. Belə hələ ki bu qədər danışım, biraz baxarıq ki nə edirik deyə. Görüşərik. Bu arada seansıma az dəqiqələr qalıb deyə sadxudu etmək istəmədim. Ona görə də gələcəm indi, kitab oxuyacağam. Bir kitabım mənim iPad-dədir, bir kitaba başlamışam. Adı Letting Go, belə bir şeydir. Yəni buraxa bilmək sənatını oxuyuram. Baxaq, görək necədir. Sizə feedback bildirəcəm və eyni zamanda bir dənə kitab var. Hansı ki aylıq bir spesifik kitab seçirəm, amma belə bir məqsəd qoymuşam ki, hər aya heç olmasa 4 kitab bitirəcəm. Təbii ki, çox uzun olmayan, roman tərzində olmayan, daha mənim elə həzm eləyəcəyim tərzdə. Baxaq görə necə olur. Keçən ay 4 dənə kitab qurtardım, birini təkrar oxudum, özünə şəfqətlə bağlı, çünki hatırlamaq istəyirdim onu. 3 dənə də fərqli bir kitab bitirdim. İndi də bir dənə buna başladım, bir də düşünmə şəklinizi dəyişdirin 101. Spesifik bir kitab seçmişəm ki, hər ay 30 günlük çalışma edəcəm. Dekabr rutinimdə dəyişik olan bir şey var, budur. Kitaba əsasən öz üzərimdə çalışma edəcəm. Baxaq görək necə gedir. Belə mən kitabımı oxuyacağam. Seans başlayana qədər, hardasa 10 dəqiqə falan belə. Görək necə olur.
əvvəlcədən aldığınız bir qərarı düzənli olaraq təkrar edib özünüzü təsdiq elədiyiniz üçün özünüzü təmin olmuş hiss eləyəcəksiniz. Əslində rutin etmək yaxşı bir şeydir, çünki bir şeydə məqsədimiz olur, davam eləyə bilirik. Doğrudan da özümüzü təsdiqlənmiş hiss etməyimizin ən sağlam yolu budur ki, sən özünə rutin qoyursan, addım-addım. Tutaq ki, kitab yazıb bitirmək istəyirsən. Hər gün 3 səhifə. İstəyirsən ki, bədənin yaxşıya doğru olsun. Özünə realist bir məqsəd qoyursan ki, mən 3 ay ərzində buna çatacağam. Bu zaman irəliləmək daha asan olur deyə vurğulayır. Bunu istədim ki, sizə göstərim. Kitab budur bu arada. Baxın, bundan başladım. Əlimdə olan. Gülay xanım, tanış olun. Sağ ol. Görüm tapdım hə. İspan dili müəlliməm, Said adım və spiritual bir rutin edirik. Dərsə başlamadan öncə. Deməli, estarla ayın fərqi nədir? Mən Azərbaycanda cümlə deyirəm, bax. Bir var deyirəm ki, otağımda televizor var. Yes. Onda ayla deyəcəm. Bir də var deyirəm ki, televizor, həmin o televizor. Məsələn, şkafın üstündədir. Onu mən estarla deyəcəm. İndi bu situasiyalarda biz cümlədə ay mı lazımdır, estar mı lazımdır, onu tapacağıq. Mən sən çox vaxtın getməsin deyə. Ay nada. Ala iskelada demeyeyim esa. Y a la derecha. A la derecha. Bəli, dərsim bitdi. İspan dilindən dərsim həftədə 2 dəfə olur. Sayda ilə bir yerdə davam edirik olmağına. Və indi özümə yemək edirəm. Qreçka edirəm. Tuna ilə bir yerdə edib, salat da yanına qoyub yeyəcəm. Yəni bu aralar tunanı çox sevirəm. Hətta tuna, qreçka qarışığını vəbşi sevirəm. Qreçkanı da mən əvvəllər əslində sevmirdim, amma indi sevməyə başlamışam. Belə istəyirəm ki, seansdan öncə yeməyimi yeyim ki, rahat olsun hər şey. Belə, görək. Bu arada qreçkanı hazırladım və 3 qaşıq qoyacağım. Mən içinə zirinç qatmağı da sevirəm. Bunu Ülviyə xanım dedi ki, mütləq qat, maraqlı olsun deyə. 3 qaşıq axşam qarnelindən yeyə bilməyəcəm üçün 4 elədim mən. Arkadaşlar. Tamamdır. İndi bunun yanına tuna qoyacağım və pomidor edəcəm. Sadəcə ondan əvvəl sizinlə bildirəcəm. Deməli, mən bu yeməyə qoymuşdum hazırlamağa, ona qədər bir yazı yazdım. Bu dəftərdə mənim təsdiq və təqdir dəftərimdir əslində. Biz çox zaman deyirik ya, başqasına təsdiq və təqdir gözləyirsən, özünə bunu etməyə bacar. Bunu da etdim. Çalışma listemdəki seansım olacaq saat 1-də. Ona qədər sadəcə yemək, biraz özümə rahatlamaya icazə vermək istəyirəm. Ona görə də hələ ki aralarda çox şey sıxışdırmayacağım. Bəlkə biraz da 10 dəqiqə kitab oxuyarım. Çünki kitablara 10 dəqiqə falan ayırıram. Öz üzərimə çox getməyim deyə. Bakalım necə olacaq. Qabım belə görsənir. Tunadır, pomidordur və qreçkadır. Bunu yeyəcəm. Geyib koftamı dəyişim bir dənə. Okey, hazırlaşdım. Daha belə sadə, asil. Və indi gedirəm PDF kitabımı oxuyum. Sonra davam edeyim. İstəyirəm ki, rahat anımda seansım bitsin. Ondan sonra sizə içindəki yeni etmə haqqında danışacağım. Səhv etmirəmsə 2-3 dənəsini dedim. İndi davamını gətirəcəm sonra. Və günün ilk seansını bitirdim. Çox qəşəng keçdi. Yəni belə işimi haqqı ilə gördüyüm zaman və danışanlarımdan da eyni enerjini, vibe ala bildiyim zaman əslində çox xoşbəxt oluram. Faydası bol olsun. Baxaq görək mən günün içində nələr edəcəm. Gedim biraz su içim. Sizinlə də xəbərdar edəcəm. Deməli, özümdə belə bir məsuliyyət yaratmışam ki, təbii ki, bu ay girəndən dünən trial edirdim axı. Dedim ki, TikTokda da ayrı bir kontent yaradacağam, YouTube'da ayrı, Instagramda ayrı. Ən azından onlarda spesifik bir şeylər editləməli olmuram. Amma Instagramıma editləməyə özən göstərirəm. Çünki hər iki platformada bir-birindən ayrı cürdür. Instagram daha çox vizual görüntüyə önəm verir. TikTokda və yaxud da YouTube'da daha çox özün olmaq, daha çox öz hekayəni paylaşmaq daha ön plandadır. İndi TikTok videosu çəkdim, paylaşdım 1 dəqiqəlik və indi də yoqamı etməyə keçəcəm ki, sonradan satqı eləyə bilim. Belə.
YouTube videosu çəkirəm, Laruşum niyə görsənməsin? Hı? Bu arada yin yogamı bitirdim. Bu 15 dəqiqəlik yoqadır. Əlavə salmışam özümə. Çünki onsuz da torpaq elementi videosunu edirəm. Hansı ki bugün eləməmişəm, amma eləyəcəm. Sonlara yaxınlaşıram. Torpaq elementi yəni 40 gün olmalı olan bir seriyadır. 3 videosunu etmişəm. 4-cü videosudur. Hərəsi 10 günlükdür. Bayaq etdiyim yin yoga da əslində bir pozanın içində, yəni çox az poza olur, amma pozanın içində əməli uzun dayanırsınız. Və məncə bu çox çətindir əslində. Yəni digər güc məsələlərinin daha çətin olduğunu düşünür insan, amma bir pozada qalmaq, sabitlik yaratmaq, çətindir. Əsl böyüdən şey də odur. Əslində ona görə saldım. Və yoganın adı çox qəşəngdir, belədir. Deyir ki, enerji qaçağı yin yogası. Yəni ki, harda enerji və başqa yerlərə qaçırsansa özünə toplamağın üçün olan yoga çalışmasıdır. İndi gəlib satxumu edəcəm. 15 dəqiqəlikdir, çünki 15 dəqiqəlik edəcəm. Özümə belə bir hədəf qoymuşam. Təbii ki, bədənimi dinləyərək də irəliləmək istəyirəm, amma hələ ki hədəfim budur. Və sonrasında gedəcəm, karqom gəlibmiş. Sevgilimin anası bizim üçün, ikimiz üçün pijama zakaz edib. Birini mənə, birini də özünə. Çox maraqlıdır ki, necə olacaq. Gedib onu götürəcəm. Bəlkə sizinlə açarıq. Yəni, baxın, indicə söndürdüm videonu. Satxu edirdim. Və elə təxmin edirdim ki, 15 dəqiqə falan dayanaram. Amma inanın ki, 3 dəqiqə dayana bildim. Ona belə şükür etdim. Yəni, doğrudan da praktikanı davam etdirmək necə vacibdir. Yəni, mən bir neçə ay öncəsində 10 dəqiqə, 15 dəqiqə dayanırdım, xəbəriniz var. Hətta bunu paylaşırdım Instagramda. Və bir neçə ayda hiç satxunun sısına belə qalxmıram, yəni elə düşünün. Amma çox qəribə bir, belə, sinirlərimə belə başqa cür təsir etdi. Yəni, təsəvvür edə bilmərsiniz, başqa cür hiss edirəm. Duyğularıma təsiri, bədənimə təsiri çox belə başqa cür idi. Şokdayam sadəcə. Yəni 15 dəqiqəni yendirirəm, görürəm ki, bədənim yox, 15 dəqiqəyə hazır falan deyil. 3 dəqiqə bu qədər. Şanslı hiss etdiyim bir şeylərdən biri odur ki, poçt mənim yaxınlığımdadır və nəsə vuranda, yəni aşağı düşüb bitirə bilirəm. Yəni ən böyük şanslarından biridir. Ümumiyyətlə çox şükür edirəm ki, hal-hazırda yaşadığım yer bir çox yerə yaxındır. Mən bir çox şeylərimi çox yaxınlıqda həll edə bilirəm. Ya yürümə məsafəsində ola bilir. Belə. Deməliyim. Sevgilimin maması, yəni tam çox zövqlü bir qadındır, şirbircidir. Yəni mən də şirbirciyəm. Tam zövqümüz sizə düşür. Yəni əslində özünə bəyəndiydi. Mən dedim ki, mən də. Mən də bunu istəyirəm. Hoşuma gəlir, o da mənə də aldı. Çox sağ olsun, yəni çox ürəyi açıq, əli açıq bir insandır özüm. Və özümkini təbii ki açıram. İkisini əzməyə də olmadı mən. Və şəkildə görəndə də çox bayılmışdım. İndi də bakalım. Çox belə yumuş görsənir. Yəqin ki, axşam giyinərəm. Və çox şirin deyil. Göy üstü ürəkli. Ən sevdiyim iki rəng. Yəni bir laciverti çox sevirəm. Bir də rozunu. Və digəri də, daha doğrusu şalvarı da bu şəkildədir. Sıfırdır. Mənim hədiyyə alarkən xoşbəxtliyim arkadaşlar. Şaka mı? Çox xoşbəxt oluram. Yəni ümumiyyətlə hədiyyələrə çox xoşbəxt oluram. Yəni mənə bir başqa xoşbəxt deyil. Bu qədər dostlar. Və təbii ki, bunu da qoyurum, ayırıram. Bir köpə qoyub təhvil verəcəm. Deməli, indi özümə bir dənə mən neyrosistemimizlə bağlı, sinir sistemimizlə bağlı bir təlimdəyəm. Hansı ki, orada özümə çalışmalar verilir ki, mən onu edim və təhvil verim deyə. İndi onu edəcəm, uzanlı vəziyyətdə, biraz uzanmaq, dincəlmək istəyirəm və bu telefona edəcəm deyə çəkə bilməyəcəm. Lakin bundan sonra hərəkətə gedəcəm. Yəni ki, qərar verdim ki, indi bu dəqiqə qərar verdim. Uzanlı bir şey eləyəcəm, yəni biraz beynimi işlətməli, sonra gedəcəm hərəkətə, sonra yenə beynimi işlətməli bir şey, sonra yenə hərəkətə. Çünki bir dənə idmanım qalıb, mən idmanda əlavə eləmişəm bu rutinimə. Və yoqam qalıb. Bugün biraz daha fleksiblam deyə fikir verirsinizsə yaya edirəm. Elə ona görə məxsus bugünü seçdim ki, rutinlərimi çəkib sizə hamısını göstərim. Deməli, idmanımı bitirdim. O bayaq sizə dediyim nervous sistemlə bağlı çalışmamı bitirdim. İndi yenə gedirəm. Brandingimlə bağlı bəzi şeylər yazacağam. Hədəf kitləm və s. bunları
təyin edəcəm. Bir dəftərim var, onu sizə göstərəcəm. Ondan sonra istəyirəm yoga mı eləyim, sonra yemək yeməyə keçid edim. Yenə deyirəm, mən bu günüm biraz flexible-də, esnəkdir deyə yayla etmişəm bəzi şeylər gördüyünüz üzrə. Seanslarım çox arxa-arxaya olanda və yaxud da digər işlərim olanda nə edirəm mən? Daha belə arxa-arxaya edirəm, daha tez-tez edirəm. Yəni tez-tez edirəm deyəndə aralarında bu qədər aralıq qoymuram da, bu nəzərinizdə olsun. Ona görə rahat video çəkim. Deməli, axşam yeməyi vaxtım gəldiyi üçün başladım özümə axşam yeməyi hazırlamağa. İndi suyu orada qaynamağa qoymuşam, özümə brokoli qaynadacağım biraz. Pomidorla belə göyərti salat etdim yanına biraz və tuna qoyacağım yanına. Çox götür qoyuladım, ürəyim tuna istəyir, buna qərar verdim. Bayaq sizə dediyim, baxın, branding çalışması budur. İndi burada kuxnada oturub bunu etməyi düşünürəm. Bakalım. Və bu dəftərdən xoşum gəlir. Çünki brandinginizi qurmaq üçün kömək olur. Baxın, görürsünüz, bunun üstündə Dream Branding yazılır. Və belə bir dəftərdir. Az ki, dolduracaq. Mən əslində bunu çoxdan almışdım. Lakin yazıb bitirməmişdim. Buna görə də dedim ki, bu ayı bunu ayıracağım. Ki, bilinsin mən nə iş görürəm və mən brandingim yaxşı aydın otursun deyə. Bu da axşam yeməyim dostlar. Axşam yeməyimi yeyim, davam edirəm. Deməli əzizlərim, yeməyimi yedim. Bacım zəng vurdu, bacımla danışdım. Brandingi yazdım, dediyim kimi. Səhifəm üçün tanıtım edirdim, marafonum olacaq deyə. Onu da etdim. Ardından başqa nə etdim? Content yazdım biraz. Belə, yəni hələ ki yazılı çalışmalarımı etdim deyə onları çəkmədim, amma bildirim. Havada qaralıb onsuz da görürsünüz. Telefondakı işlərimi biraz həll elədim. Baxaq. Və nəhayət ki, günün ilk yarısında bitirməli olduğum rutinləri bitirdim. Bilirsiniz ki, bilmirəm sizə bu videoda dedim yoxsa yox, amma belə bir challenge qoymuşam özümə ki, hətta dünən başladım yoxlayarkən rutinlərimi. Yatmağıma hardasa 2-3 saat qalmış, sosial mediadan imtina eləyib 3 dənə şey saxlamışam. Biri özümə seans etməkdir, ikincisi nəfəs çalışmasıdır, üçüncüsü də səssizlikdə meditativ halda olmaqdır. Onu ən sona saxlayıram, çünki meditativ halda olanda sinir sistemim o qədər rahatlaşır ki, məhz onu da bitirib yatağıma yerimə girəcəm. Yəni eləyəcəyim şey budur. Amma indidən də sizlə içimdəki yeni etməklə bağlı nə gelişmələr olub, bunları danışacağım və ondan sonra bu videonu bitirib evi biraz paletkaya salacağım. Hardasa 1 saat bəsər vaxtım olacaq. Sonra dediyim kimi çiməcəm, təmizlənəcəm, arınacağım və dediyim o 3 dənə şey edib yatacağım. Çünki artıq özümə yeni bir hədəf qoymuşam ki, mən yatmağıma 2-3 saat qala sosial mediaya, hər hansı bir kənardan frekansa icazə verməyəcəm. Yəni qoymayacağım ki, mənə daxil olsun və yaxud da yer gəlsin buna. Tamam mı? Buna başlayacağım. İndi gəlib sizə bunlardan danışacağım. Baxaq. Və indi sizə bütün ay ərzində gözümə çarpan, nəzərimə çarpan şeylərdən danışacağım. Deməli, bu telefonumu atdım, yəni iş telefonuma. Ona görə də sizə buradan oxuyub, sizə buradan bildirəcəm. Ümumiyyətcə, torpaq elementinə eləmək noyabr ayında başladım mən. Hansı ki, içimdəki yeni etməklə 3-cü ayıma keçid edərkən. Niyə torpaq elementinə başladım? Çünki daxilimdə o güvəni, dəstəyi yaratmaq, öz yanımda olmaq. Bunlara ehtiyacım var idi noyabr ayında. Çünki məlumunuz ki, sevgilimdən ayrı bir dönəmimiz olur artıq. Ayrılmamışıq, yəni əskərlikdədir sadəcə. Bu prosesdə yəni öz yasımı tutmaq, daha sağlam münasibət özümlə qurmaq daha da dərinləşməyə başladı. İstər bədənimlə sağlam münasibət qurmaq dediyim kimi, istər özümlə. Fərqinə vardım ki, əslində dərinlərdə bir yerdə mən fərqli tərəfimi kəşf etməyə başlayıram. Daha başqa cür, daha dərindən baxmadığım, daha dərindən görmədiyim bir parçamı tanımağa başlayıram bu prosesdə. Çünki biz spesifik insanlarla spesifik parçalarımızı tanıyırıq, elə deyilmi? Və müxtəlif tərəflərimizi kəşf edə bilirik, öyrənə bilirik. Mən 5 ildir ki, sevgilimlə münasibətin içindəyəm və 5 il ərzində yəni nə qədər tərəflərimizi tanımışıq. Mən belə adicə özüm nə qədər bilmədiyim, görmədiyim, kəşf eləmədiyim nə qədər tərəflərimi kəşf eləmişəm onunla bir yerdə. İndiki prosesdə isə daha başqa cür Helenin tərəfini kəşf etməyə başladım. Ümumiyyətlə, bu dönəmlərdə nə oldu? Daha fikir verdim ki, noyabr ayında mən daha çox davamlı hiss etdim bəzi şeylər. Çünki şəfqətim özümə qarşı artmışdı. Ona görə də bəzi mövzularda özümü təsdiqləməyi, təqdir etməyi, fəxr etməyi və eyni zamanda bir şey əksik eləyəndə, səhv edəndə özümə şəfqətlə yanaşa bildiyim üçün
qaldığım yerdən irəliləyə bilirdim. Bir də yenidən başa sarmama ehtiyac qalmırdı. Bu dönəmlərdə noyabr ayına girərkən içimdə bir şeylərə daha tez adaptasiya olmağı öyrəndim. Fərqinə vardım ki, əslində mənim tez bir şeylərə öyrəşən, adaptasiya olan, həyatına davam edən bir parçam var. Bu tərəfindən əslində xoşuma gəldi. Özümü daha dərindən müşahidə etməyə başladım. Çox üzr istəyirəm. Daha dərindən özümü müşahidə etməyə başladım. Deməli, o dönəmlərdə təbii ki, orada darıxmaq duyğusu, yas modunda olduğum üçün içdən içə belə ağlamaq, yas modu da dediyim, yəni əslində keçmiş mənimi buraxmaq yasını nəzərdə tuturam burada. Bunun fərqinə vardım. Ardından fikir verdim ki, mən solar plexus çakramın ilinə girəcəm. 2 enerjisi artıq mənə yavaş-yavaş çıxacaq. Hələ ki, düzdür, avqusta qədər 2-dəyəm, amma gələn ilin həm yanvarından, həm də avqustundan daha aydın 3-ü hiss eləyəcəm, 3-cü çakramı. 3-cü çakra daha çox bizim mənliyimizi kəşf etdiyimiz, mənimizə doğru irəlilədiyimiz, özümüzü yaradıcı formada ifadə etmə şəklimizdir həmçinin də. Bunları daha da kəşf eləməyə başladım əslində. Bu dönəmlərdə həm keçmiş sinif yoldaşım, həm keçmiş rəfiqəm olan podruqamla daha tez-tez görüşməyə başladıq. Bacımdan da həmçinin bir arada bir yerdə vaxt keçirməyə başladıq. Fikir verdim ki, bu ay ümumiyyətcə mənim daxildən bir gücümü ortaya çıxartmama kömək oldu. Fikir verirsinizsə, ilk 2 ay mən sizə əllə tutulur, gözlə görülür şeylər verirdim. Amma noyabr ayına girəndə daha dərindən başqa cür olmağa başladı. Niyə? Çünki noyabr 11-ci aydır və güc arkanasıdır, arxetipidir. Və güc arxetipi sənə deyir ki, çöldə güc yox, daxilində güc yarada bilirsənsə, emosional zəkanı gelişdir, özünə qarşı şəfqətli olmağa bacar, özünü tərbiyə eləməyi öyrən, cəllad olmaqla. İlk dəfə həyatımda yaşadığım bir şey, telefonumun yaddaşı dəqiqədə bir dayanır və ona görə video dayanır burada, onu görürəm. Bu dönəmlərdə gördüm ki, əslində daha belə dərindən kömək almağa başladım, dəstək almağa başladım. Çox xoşuma gəldi əslində bu və əməli proqres görürdüm, proqres hiss eləyirdim. Özümə baxmaqda daha cəsarətli idim. Deyə bilərsiniz ki, Helen, sən özün terapistsən. Amma yəni necə özünə baxmağa cəsarət eləmirsən də. Bu dönəmlərdə daha çox Allaha zikr etməyə, Allahı anmağa, Allahla danışmağa, daha çox yuxular görməyə başlayırdım. Elə bir şuur altında işlədikcə, istər dəstək alaraq, istər öz üzərimdə işlədikcə şuur altım elə bir açılırdı və ortaya bir çox şeylər sərirdi ki, mən özümə daha dərindən baxa bilim, daha dərindən görüm. Bu dönəmlərdə hədiyyələr almağı da çoxaltmışdım. İnanın ki, keçmişdən bəzi dinamikaların fərqinə varmağa başladım. Mən proqnozumda 10-cu arxetipin arkanadayam və o döngülərlə bağlıdır. Döngüləri bir-bir qırılmağa başladım. Bilirsiniz necə? Döngülərdəykən özümə fərqli reaksiyalar verərək. Mənim döngüləri necə bitirmək olar, videoma mütləq baxın. Biləcəksiniz nədən söhbət gedir əslində burada. Burada fərqinə vardım. Əsl istəklərimin fərqinə daha çox varmağa başladım. Əsasən də yeniyetməlik dönəmində həyalını qurduğum, istədiyim şeylər, əslində həyalını qurduğum bəzi dostluqlar, bəzi çevrələr, nə bilim, həyalını qurduğum, gəzmək istədiyim yerlər, çəkmək istədiyim bu YouTube vlogları və s. bəziləri üçün spesifik addımlar atmağa başladım düzünü desəm. Yaxın dostum, hansı ki avqustda Antalyada görüşmüşdük, gəlmişdi bura. Onunla görüşdük, danışdıq, yaxşı vaxtlar keçirdik. Əslində dost tərəfdən ondan çox bunu görürəm. Fərqinə vardım ki, əslində mənim sağlam münasibətlərim var insanlarla. Bu mənə çox yaxşı gəlməyə başladı. İnanclarımı dərin başqa metodlarla qazmağa başladım. Bir şeyləri burada anlamaq istəyirəm ki, mən bu ay, əslində noyabr ayında üzbəyiz çalışmalar etməyə başladım. Daxilimdəki parçam məni cəsarətləndirərək özümdə bunu eləməyə başladım. Bu xoşuma gəldi. Və fikir verdim ki, baxın, yenə vurğulayacağım bunu. Mən özümə çox yumuşalmağa başladım noyabr ayında. Bu xoşuma gəldi əslində. Bu dönəmlərdə bir şeylərin fərqinə vardım ki, mən əslində gələcəyim üçün nə istəyirəm, özüm üçün nə istəyirəm. Elə bir şəxsiyyətimi daha fərqli. Yəni, yaşadığım dəyişim və dönüşümlər əslində mənəvi cəhətdən idi. Çox qəribədir. Bu dönəmlərdə çox yaxşı şeylər oldu. Şükür listimi davam elədim. 2-ci ayını tamamladım bu arada. Seanslar barəsində işimi necə irələtmək istəyirəm gələcəyi üçün bunları başa düşməyə başladım. Şükürlərim artıq yəni 100-150-ni keçdiyi dönəmlər olmağa başladı. Buna çox sevindim. Özümlə bağı daha çox öyrənirdim. Ehtiyaclarımı daha yaxşı hiss eləməyə başlamışdım. Və özümü daha cəsarətlə qoydum. Təbii ki, bunların arxa fonunda bir əmək, bir çaba, bir çətin günlər, ağlamaq, yas tutmaq, bu kimi şeylər çox bolluca olurdu. Və bir şeyin baskın formada fərqinə vardım ki, əslində mən noyabr ayında doğrudan da fərqli formatda, fərqli mənəvi cəhətdən gücümü ortaya qoymağa bacardım.
Yəni uzun müddətdir ki, unutduğum gücü yenidən əslində hatırladım başqa bir yöndən. Sağlamlığıma daha çox önəm verməyə başladım. Əslində çox qəribədir. İndi danışdıqca fərqinə varım ki, 11-ci arxetipdə sağlamlığımızla, bədən sağlamlığımızla çox bağlantılıdır. Görürəm ki, mən də elə noyabr ayında məhz buna addım atmışam və çox qəribədir. Və özümü daha cəsarətli hiss edirdim özümü ifadə edərkən, özümü danışarkən. Biraz kəndini bilmək deyirlərəm. Mən kəndini bilməyin daha başqa bir levelına keçməsini bu 3-cü ayla. Sizə əllə tutulur bir şey verə bilməsəm də gözlə görülür, ancaq özümü burada sizə suna bilirəm. Amma mənəvi çox belə dönüşümlər yaşadığım bir ay oldu. Elə düşünün ki, yeni bir mənliyimə keçid edərkən o ilk ayı yaşayırsan trial kimi. Trial deyil də bir aylıq özünə artıq 15 milyoncu dəfə mənə xəbərdarlıq verir telefonum ki, yaddaşım dolur. Ona görə də artıq videonu burada sonlandıracağam. Ümid edirəm ki, belə vlog tərzində içimdəki parçalarla işləməyin də mənə 3-cü ayında nə təcrübələr oldu, bunları da sizlə bölüşdüm. Ümid edirəm ki, bəyənmişsiniz. Mənə ümumiyyətlə dəstəyiniz bilirsiniz də, rəyləriniz, bəyənməyiniz, bir etkiləşim göstərməyinizdir. Bunu nə qədər edirsinizsə, mənə daha çox ilham olur ki, daha çoxunu çəkim, daha çoxunu paylaşım, daha çox özümü ortaya qoyum və özümü göstərim. Bu mənə çox yaxşı gəlir, nəzərinizdə olsun. Bugün bunu burada sonlandırıram. Artıq günümün geri qalanını çəkməyəcəm. Çünki geri qalanı artıq sadəcə mənə məxsusdur. O dediyim şeylər edib yatacağam. Evi təmizləyəcəm, təmizlənəcəm və o 3 dənə şey edib yatacağam. Gecəniz xeyrə qalsın və yaxud da günün hansı saatında məni izləyirsinizsə özünüzə yaxşı baxın.